Sizə Həsən Əliyev küçəsində yolun kənarında 80 min manata obyekt təklif eləyirəm. Düz eşitdiniz. 80 min manata Həsən Əliyev küçəsində yolun kənarında sizə obyekt təklif edirəm. Baxın, Həsən Əliyev küçəsi 633. Bu ərazini yaxşı tanıyırsınız, Romaniya səfirliyi. İndi isə gedək, mən sizə obyekti daha yaxından tanış eləyim. Əsas küçədən cəmi 10 metrə içəridə yerləşir obyekt. Bu gördüyünüz qeyri-yaşayış sahəsi 35 kvadrat ölçüsü var. Hal-hazırda ət dükanı olaraq, ət mağazası olaraq fəaliyyət göstərir. Ümumilikdə 2 sotun içərisindədir, yəni ərazisi 2 sotdur. Bax, bu gördüyünüz obyekti satışda olan. Gördüyünüz kimi əsas küçədən cəmi 10 metrə içəri girdik. Torpaq sahəsi 19-un 11-ə, yəni 19 metrə belə içəri, 11 metrədə belədir. Ümumi 2 sotun içərisində yerləşir. Hal-hazırda mağaza bağlıdır, amma işləkdir, hər gün işləyən mağazadır. Gördüyünüz bax, bu mağaza 35 kvadratdır. Hal-hazırda ət dükanı kimi fəaliyyət göstərir. Ölçüləri qeyd elədiyim kimi 11 metrəni 19 metrəyə 2 sota yaxın ərazidir. Buranı bu konseptdə də davam edə bilərsiniz, işləyə bilərsiniz. İstəsəz dəyişib balaca bir kafe də eləyə bilərsiniz, kababxana eləyə bilərsiniz və s. İndi mən burada sizə daha nələr var, onları da göstəreyim. Bax, arxasında belə ət kəsim yeri var. Bu gördüyünüz nə varsa hamısı satış qiymətinə daxildir. Burada xaladeniki var, böyük ölçülü. İşığın və suyun qeyri-yaşayış sənədi var. Yəni sayğacların qeyri-yaşayış sənədi var. Burada sanitar qovşağı var. 35 kvadrat ümumi sahəsi olan bu qeyri-yaşayış sahəsi təklif olunur. Təcil olaraq 80 min manata. Əgər kanalımı izləyirsinizsə, siz bu obyekti mənim kanalımda 120 min manata görmüsünüz. Hal-hazırda çox təcili olaraq 80 min manata təklif olunur. Rəylərdə bu obyekt haqqında fikirlərinizi bildirməyi unutmayın. Sizin də satışda əmlakınız varsa, Birlik Əmlak sizin xidmətinizdədir. Buyurun, zəng eləyin. Satışda olan əmlakınızı çəkib kanalımızda TikTok, YouTube, Instagram səhifələrimizdə paylaşa bilərik. Kanalımızda reklam ödənilir.